Salam dəyərli izləyicilər. Bugün sizinlə çay sürələriniz üçün bol, bərəkətli, yumşaq və çox ləzzətli fərqli qozlu piroq resepti bölüşürük. Əvvəlcə 250 qram qozu üyüdürük. Əgər evdə rondo və yaxud da badam maşını yoxdursa, qozu ət maşınından da keçirdə bilərsiniz. Üyütdükdən sonra onu geniş bir qaba əlavə edirik. Ardınca bura 3 xörək qaşığı şəkər tozu, 1 bağlama şəkərli vanil və 3 xörək qaşığı da şirin meyvələrin cemindən əlavə edirik. Biz qaysı cemindən istifadə edirik. Siz də ürəyiniz istəyən şirin cemlərdən götürə bilərsiniz. Məsələn, alma, armud, qaysı, çiyələk və s. Cemi də əlavə edib yaxşıca qatırıq. Nəticədə belə bir qatı qarışımı alınır. Hələlik bunu bir kənara qoyuruq. Ardınca piroqun alt qatı üçün 6 ədəd yumurtanın ağını sarısından ayırırıq və yumurta sarılarının üzərinə 2 ədəd də bütöv yumurta əlavə edirik. Ardınca bura 1 çimdik duz əlavə edib mikserlə biraz çalıb köpükləndirdikdən sonra götürdüyümüz 8 xörək qaşığı şəkər tozunu da hissə-hissə bir neçə dəfəyə yumurtanın üzərinə əlavə edib mikserin yüksək sürəti ilə artıb ağaranadək çalırıq. Bura 2 xörək qaşığı bitki yağı da əlavə edib mikserlə qarışanadək çalırıq. Həmçinin 1 ədəd limonun üzərinin sarı qabığını ağ qabığa keçməmək şərti ilə sürkəcdən keçirdib, daha sonra isə suyunu sıxıb bura əlavə edirik. Sonda bura hissə-hissə bir neçə dəfəyə götürdüyümüz 8 xörək qaşığı ələnmiş unu və 1 çay qaşığı qabartma tozunu da əlavə edib mikserin aşağı sürəti ilə qatıb biskvit xəmirini hazır edirik. Bu arada dəyərli izləyicilər, sizdən ricamız 1 saniyənizi ayırıb bu videonu like edin, yəni bəyənin və sona qədər izləyin. Çünki əla reseptdir, siz də hazırlayın. Biskviti bişirmək üçün eni 25, uzunluğu 35 cm-lik soba tavası götürürük. Bunu eləməyə də bilərsiniz, amma bizdə tava təzədir. Sonda bıçaqla piroqu kəsəndə onu zədələməmək üçün tavanın dibinə yağlı bişirmə kağızı çəkirik. Və hər ehtimala qarşı kağızı kərə yağı ilə yağlayırıq ki, biskvit yapışmasın. Siz birbaşa tavanı yağlayıb tökə bilərsiniz biskviti. Hazırladığımız biskvit xəmirini tavaya əlavə edib hər tərəfə bərabər paylayıb üzərini hamarlayırıq. Və onu əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 15 dəqiqə bişiririk. Ardınca piroqun digər üst qatı üçün ayırdığımız yumurta ağlarını geniş bir qaba əlavə edirik. Üzərinə 1 çimdikdə duz əlavə edib mikserlə biraz çalıb köpükləndirdikdən sonra götürdüyümüz 8 xörək qaşığı şəkər tozunu da hissə-hissə bir neçə dəfəyə bura əlavə edib mikserin yüksək sürəti ilə artıb ağarıb bərkiyib bezi halına düşənə qədər çalırıq. Ardınca bura 2 xörək qaşığı bitki yağı da əlavə edib qarışanadək qatdıqdan sonra 1 ədəd limonu rəndələnmiş üz qabığını və şirəsini də əlavə edirik. Ən sonda 8 xörək qaşığı ələnmiş unun üzərinə 1 çay qaşığı qabartma tozu əlavə edib, onu da hissə-hissə bir neçə dəfəyə bura əlavə edib mikserin aşağı sürəti ilə qarışanadək çalıb biskvit xəmirini hazır edirik. Bir də sizdən soruşmaq istəyirəm. Siz daha çox milli, klassik, alışılmış şirniyyatlara üstünlük verirsiniz? Yəni onları hazırlayıb çay süfrələrinizə qoyursunuz? Yoxsa belə milli şirniyyatlara nisbətən asan, praktik, fərqli şirniyyatlara da açıqsınız, maraq göstərirsiniz, öyrənib hazırlamaq istəyirsiniz? Əgər belə paylaşımlar sizin ürəyinizcədirsə, o zaman bu videonu olduğunuz müxtəlif sosial şəbəkələrdə dostlarınızla, yaxınlarınızla paylaşın ki, bu da bizi həvəsləndirsin. Bilək ki, sizin belə şirniyyatlara marağınız var, sizinlə daha fərqli reseptlər paylaşaq. O çox ləzzətli bir şirniyyatdır, onu da qeyd edeyim. Biskvit bişdikdən sonra hazırladığımız içlikdən hissə-hissə götürüb biskvitin səthi boyu düzürük və onu spatula ilə biskvitin üzərinə hər tərəfə bərabər qalınlıqda yayırıq. Ardınca içliyin üzərinə bezə ilə hazırladığımız biskviti də əlavə edib onu hər tərəfə bərabər paylayıb üzərini hamarlayırıq və piroqu əvvəlcədən isidilmiş 180 dərəcəli sobada hazır olana qədər 20-25 dəqiqə bişiririk. Sobalar müxtəlifdir. Ola bilər ki, sizin sobanız güclü olsun, daha tez və az temperaturda bişirsin. Piroqu sobadan çıxardıq, hazırdır. Gözləyirik biraz soyusun, daha sonra üzərinə şəkər kirşanı səpib, kəsib süfrəyə veririk. Əgər siz bu piroqu, tort da demək olar buna, biskvitlə hazırlandığına görə, qonaqlıq, ad günü süfrələriniz üçün hazırlayacaqsınızsa, qonaqlarınız üçün daha təntənəli görünüşdə, maraqlı olmağını istəyirsinizsə, əgər xoşlayırsınızsa, ağ şokoladda əridin,
Çoxları ağ şokoladı xoşlamırlar, ona görə deyirəm. Tökün üzərinə, qara şokoladı da əridin, bəzəyi vurun. Əgər yox, ağ şokoladı xoşlamırsınızsa, qara şokoladla örtün, azacıq ağ şokoladı da əridin və üzərinə bəzəyi vurun ki, açılsın, rəngi daha xoş olsun. İstədiyiniz formada kəsə bilərsiniz. Romb, kvadrat, düzbucaqlı. Biz düzbucaqlı formada kəsirik. Yumşaqdır, çox ləzzətlidir. Məsləhət görürəm, hazırlayın, peşman olmazsınız. Hazırlayın, dadına baxın. Əminəm ki, bəyənəcəksiniz. Hazırlayın, şəklini çəkin, göndərin bizə Instagram direktdə. Görək necə hazırlamışsınız. Sizdə də gözəl alınıb və əminəm ki, izləsəniz sona qədər videonu, necə demişsinizsə elə etsəniz, sizdə də möhtəşəm nəticə olacaq. Qonaqlıq süfrələrinizə də qoya bilərsiniz. Və yaxud da harasa qonaq gedirsinizsə, bişirib də apara bilərsiniz. Çox möhtəşəm, ləzzətli şirniyyatdır. Əminəm ki, hamı bəyənəcək. Mən də baxıram ki, biz sizinlə həmçinin belə fərqli, hətta bundan da gözəl, maraqlı şirniyyat reseptləri paylaşmışıq ki, nəsə izlənməsi yaxşı olmayıb. Bilmirəm nədəndir. Yeri gəlmişkən bu yaxınlarda kanalımızın 11 yaşı tamam oldu. Biz sizinlə 11 ildir ki, paylaşımlar eləyirik. Demək olar ki, bütün şirniyyatların ilk reseptlərini biz sizinlə paylaşmışıq. Özdəki master-klass videolarından A-dan Z-yə hər nüansını izah edib, bir izləyici onu izləyib çox gözəl, ilk dəfə hazırlayanda gözəl nəticə əldə edə bilər. Əgər ürəklə, sevgi ilə hazırlayırsa, yəni o cür videolar paylaşmışıq sizinlə. Amma təəssüf ki, bu 11 ildə kanalımızın izləyici sayı 1 milyon olmayıb. Bu bizi çox üzür. Çox xahiş edirik. Dəstəyinizi əsirgəməyin, videoları paylaşın, dəstək olun bizə. Olduğunuz müxtəlif sosial şəbəkələrdə təbii ki, paylaşın. WhatsApp qruplarınızda daha çox izləyici görsün videoları, izləsin, bu bizi həvəsləndirsin. Baxın, görsünüz necə gözəldir. Çox möhtəşəmdir. Ən etibarlı, sınanmış reseptlər əmin olun ki, hər zaman Ağabağabba kanalındadır. Əgər nəsə axtarırsınızsa, ilk Ağabağabba kanalında axtarın, peşman olmazsınız. Novruz ərəfəsində sizdən çox gözəl geri dönüşlər almışıq. Çox təşəkkür eləmişsiniz reseptlərə görə bizə. Demişsiniz ki, əladır, ailəmiz, yaxınlarımız çox bəyəniblər. Bu da bizi çox sevindirir ki, siz də gözəl nəticə əldə edirsiniz. Təbii ki, diqqətlə izləsəniz, bu belə olmalıdır. Çünki master-klass videolardır. İzləyən gözəl nəticə əldə eləyəcək. Bu qədər, əgər videonu bura qədər izləmişsinizsə, şərhlərdə bizə bir qızıl gül göndərin.